Necür olarsan ne hala kalar adam anası yanında vuralar. Necə götürəndilər? O yanında ananı vurmazlar, ananı vurmazlar, ananı vurmazlar. Şifaya cezanı vurmazlar, ananı vurmazlar, ananı vurmazlar. Yaralı, yaralı hayır lisanı vurmazlar, ananı vurmazlar, ananı vurmazlar, ananı vurmazlar. Andala Allah ayrı bir yerde, ayaklara dağalanı vurmazlar, ananı vurmazlar. Vallahi bu söz benim özümde yandırıb, sözsüz bilirəm, hamının dilinin əzbəri olar. Söz beni yandırıb, bu şeir beni yandırıb. Vallahi Allah şahiddir buna, bu bəndi oxuyanda yanmışam. Bağ üstə bir bağrı qanı vurmazlar, ananı vurmazlar, ananı vurmazlar. Kutsada kenzin hayanı vurmazlar, ananı vurmazlar, ananı vurmazlar. Olmadı hiç kes diye ona nerede, olmadı hiç kes diye ona nerede, oğul yanından anı vurmazlar. Bir nefer tapılmadın diye ayrılama, oğul yanından anı vurmazlar, oğul yanından anı vurmazlar. O da Hasan çok ağlardı, o da İmam dedi bana ağlama, bana ağlama, bana sen bu evi böyle bana azızan. Sen çok ağlama, yandırma beni. Ondan gör de sen nesə var elinde bakır ağlayır. Sen elinde ne var bana, heyatırsan, bakırsan, bağlı bağlırsan. Dedi atam, her kimin hediyesi var. Atam, her kimin hediyesi var. Elde değil çaresi var. Anamın bende ata bir para uçlaresi var. Ata anama seni değerle, ben dedim öldüreler. O dedi zalem Hasan, zalem Hasan. Hoca dilendi ya Zehra, ya Zehra, ya Zehra, ya Zehra. Yaralı hayrol misal vurmazlar, ananı vurmazlar, ananı vurmazlar. Oğul yanında ananı vurmazlar. Ahı oğula hanım bir yanadır, ana bir yanadır. Bunun içine verdireceğim ama yeri var öyle diye. Adam garibliği de olan, ananın kabrini görmeyi isteyecek de bilmeye. Ah adam belədir, adam bir tane düşende diyer, anam hayalına sanca. O ki gedə bilməyiblər, yerə deyirəm bu.
bunu. Hiç nigaran olma. Diler ana ben seni dəfn eləyəndə demişəm ana. Get ana, oğlu ölen Zehra'ya tapşırdım seni. Get ana, oğlu ölen Zehra'ya tapşırdım seni. Get ana, oğlu ölen Zehra'ya tapşırdım seni. Eğer ona bir yaman günüz verirsin, elə diyen anam hayamdasa. Anam, axı biz belə böyümüşük. Keçirəm bu şeydən belə deyərəm bunu. Mən kimə qavrəcəyəm, sinə vuran da hədiyə. Bu gözəl xətti nişanı alan öyrətdi mənə. Gər Hüseyin'dən də soruşsun, kimin ustadı, nə deyəcək? Deyəcək verməyə tanı, deyəcək verməyə tanı. Anam öyrətdi mənə, anam öyrətdi mənə. Bir nəfər də var idi, o qədər çətin anlaydı, o qədər gözlər qardaş axtarırdı. Elə yıxılan qədirdi, hayandasan anamca. Elə gözləri axtarırdı, hayandasan qardaşımca. Hayandasan qardaşımca. Əbəlfəzaddan yıxılanda neylədi? Ay Əbəlfəzad deməli dərdi olanlar. Bizlər məxsusən çoxumuz belədir. Dərdimiz olanda deyər ay Əbəlfəz. Eğer bu bizim dilimizde de olmasa kalbimizden həmişə gələr. Deyər ya Allah, Əbəlfəzə xatir müşkillərimizi həlli asan eylə. Əbəlfəzə qaddan yıxılanda elə ürəklər keçdi, kaş anam onun bənin yanımda olaydı. Elə ürəklər keçirdi, kaş anam onun bənin yanımda olaydı. Atlayan düşende Ummul Belin düştü yadına. Ama ne gördü? Ama ne gördü? Başının üstünde gelip Fatıma. Ne dedi? Zehra buyurdu, kalbimin kaş. Dedi bana, kalbimi çok köz kebap eylemem bile. Abbas'ım bana Hüseyin'imi kardeş diye hitap eyle. Evvel ve Züleyh'i son bile yandırma bile. Hüseyin'imi kardeş diye hitap eyle. Çağır kardeşin gelsin imdadına. Neynedi? Yıkıldıysa yere baş yaralı kal gelir. Ama ezber bilir ha bunu. Yıkıldıysa yere baş yaralı kal gelir. O seslenir ya Hüseyin, dağda ok vuran gelir. Cemahem diye ya Hüseyin, Reyna ya bal oğlum hamuza gel haraya. Bal oğlum Reyna ya Hüseyin, ya Hüseyin gel haraya hardasın. Gel bize hara ana Kerbela'ya hardasın. Bir de ya ya Hüseyin gel haraya hardasın. Bir de ya Hüseyin ya Hüseyin gel haraya hardasın. Gel bize ra'ala Kerbela'ya hardasın. Geldim haraya kardeş, ay kahraman
Ay qəhrəmana bəlfəz Sindi belim qəmünə Yatma oyana bəlfəz Yatma oyana bəlfəz Geldi kardeşim başına aldı dizler üstüne Ağla son buna ağla Geldi kardeşim dizlerine başına aldı dizler üstüne O kadar alnından öptü gözlerinden öptü Dedi Hüseyin Can niye bu kadar alnından öpürsen Niye bu kadar alnından Niye bu kadar alnından öpürsen Dedi ya belfez illetim ayardı Öpürəm mən bu kadar alnından Niye kardeş illeti vardı Öpürəm mən bu kadar alnından Anamın ətri gəlir yâre değer alnından Anamın ətri gəlir yâre değer alnından Dedi Hüseyin gəlmərəm xeymələrə Dedi gedək qardaş Amma məmi götürüb gözünün yaşını siller Əgər məndən xeymələrə gitməsən ölləməm əlimə Söz budur, rozə budur Dedi Hüseyin Can Əgər xeymələrə getsən Deməyərsən çox yara dəyibdir Bu cərahətdən ölüm Cərahət yəni tikə-tikə Hüseyin deməyərsən Çox yara dəyibdir Bu cərahətdən ölüm Hüseyin Qəbrimin üstə yazarsınız Bu xəcalətdən ölüm Qəbrimin üstə yazarsınız Bu xəcalətdən ölüm Burada bir söz gələcək Vallahi elə rozam bu olsun İnşallah kardeşler de Hazır Amin de buradadır Baham sinə vurarım o hədiyəni inşallah Birinci söz hamı bilir Ama ikinci bir sözü bilmem Deyiblər ya eşitmişsən ya görmüşsən Ama yandırar adamın sözü Ah bir əmud iləsinə Başına çətindir Ay kardeş ölenler Ay onlar şu kardeşler hiç tanışmasalar da Bilirler kardeş səfirində kardeş ağlar Ay kardeş itirenler Ay kardeş yadla düşende ürək yanarlar Ah hər birəm uyud eləsinə Başına çətindir Bir sineye Dəyamin daş nə çətindir Qardaş qabağında ölə Qardaş nə çətindir Dedi Zeynəb yaxın gəl Zeynəb yaxın gəl bacı Əgər bu söz harda yazda düşsə Ağla son məni də dua eləyərsən Dedi Zeynəb yaxın gəl Qardaşın Qardaşı ölsə qəm sıxar qardaşını Qardaşın qardaşı ölsə qəm sıxar qardaşını Gözlərindən qar yaş axar Bir kəsilənməz yaşını Dedi Zeynəb yaxın gəl Zeynəb təllidən döndüm baxar Zeynəb təllidən döndüm baxar Gördüm kəsillər başını Zeynəb təllidən döndüm baxar Gördüm kəsillər başını Uzadılar ya sen